Mən Ramil Hüseynzadə 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm, həkim psixiatram. Hal-hazırda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Poliklinikasında rəis vəzifəsində işləyirəm. Karyera yüksəlişi nəzərdə tutulursa, yəqin ki, bunun da başlanğıc nöqtəsini Lənkəran Şəhər Psixiatriya Xəstəxanasına baş həkim təyin olunmuşdum. Ondan başlaya bilərik. Qızım yaş yarımdır, 1 yaşı tamam olmuşdu, hələ yerimirdi. Bu məni biraz narahat edirdi. Bir uşağın yeriməsi üçün 1 yaş 4 aylıq periodu biz gözləyirik. 1 yaş 3 aylığında qızım ayağa qalxdı, bir addım atdı, yıxıldı, ayağa qalxdı, bir addım atdı, yıxıldı və bu minvalla hal-hazırda qaça bilir. Yəni buradan 2 şey öyrəndim. Birincisi onu öyrəndim ki, hər şeyin bir zamanı varmış, sadəcə gözləmək lazımdır. Bir də ikincisi, qızım yeriyənə qədər əl çəkmədi, cəhd elədi. Demək ki, davamlı cəhd eləmək lazımdır. Çexovun bir dənə sözü var, deyir ki, mənim böyük zəfərlərim yoxdur, amma içindən sağ qalaraq çıxdığım çox şanlı məğlubiyyətlərim var. İstanbula getmişdim, orada praktika keçməyə, ona görə müraciət edirdim bir neçə müəssisəyə. Praktikaya müraciət etmişəm, əvvəlcədən danışıq oldu və müsbət yanaşmışdılar. Hansı müəssisəyə müraciət edirdimsə, hamısı mənə rədd cavabı verirdi. 1 müəssisə, 2 müəssisə, 3 müəssisə. Bəs mənə bir zaman aralığı verin ki, nə vaxta qədərdir bu dəqiq cavab. Və dedilər ki, doktor, bilirsiniz nə var? Yəni, siz onsuz bura gəlirsiniz pulsuz işləməyə bizim üçün. Bizim sizin kimi pulsuz işləyən insana da ehtiyacımız yoxdur. Bu toxunmuşdu mənə. Mentorumla zəngləşdim, ondan məsələni dedim. Qəşəng bir nöqtə təmas elədi. Dedi ki, bəs eqova toxundu mu? Dedim ki, bəs kifayət qədər toxundu. Dedi ki, demək ki, hələ də sənə mane olan bir eqon var. Bəs bunu həyat fürsəti kimi dəyərləndirmirsənmi? O müddətdə öz eqovu təmizləməyi öyrən. Bu mənə artıq biraz baxış istiqamətimi dəyişdirdi. Yüksəlmək üçün əsas 2 şərtin olması məncə mütləqdir. Bunun biri istəyin olması, ikincisi isə həmin istiqamətdə mütəmadi cəhdin olması. Qızıma təşəkkür edirəm bunu mənə öyrətdiyi üçün. Yüksəliş sizinlə davam edir.